Həmişə mən də məsləhət görürəm ki, limonla çay için. Məsələn, mənim özüm hər gün qaynar suyun içinə belə bir dilim limon salıram və yaxud da ki, limonu stəkanla, fincana qoyuram, onun üzərinə isti su əlavə edirəm. Bəzən soyuq su da əlavə edirəm. Belə olur. Ümumiyyətlə çayla da limon belə tünd rəngli çayın içinə suya limon salanda biraz suya rəngə təsir edir, amma doğrudan da çox maraqlı, ətirli bir qoxusu olur. Deyirlər limonlu çay içənlər uzun ömürlü olur. Araşdırmalar göstərib ki, gündəlik limonlu çay içmək sağlamlığa ciddi faydalar gətirir, onun insanın ömrünü uzadır. Təbii ki, istinad edirəm bizim media, mütəxəssislərin sözlərinə görə limon C vitamini və digər vitaminlərlə zəngindir. Bu maddələr orqanizmdə iltihapları azaldır, ürək-damar sağlamlığını dəstəkləyir və immun sistemini gücləndirir. Bugündən mən də başlayacağam hər gün limonlu çay içməyə. Əlavə olaraq limonlu çay bədən üçün antioksidant rolunu oynayır və qocalmanı yavaşladır. Limon. Bunun nəticəsində xroniki xəstəliklərin riskini azaltmaq və ömrü uzatmaq mümkündür. Bir limonla həm cavan qalırsan, həm ömrü uzadırsan. Tədqiqatçılar qeyd edirlər ki, limonlu çay həm də həzm sisteminə müsbət təsir göstərir, qaraciyər funksiyalarını dəstəkləyir və orqanizmdə toksinlərin atılmasını sürətləndirir. Həkimlər vurğulayır ki, gündə 1-2 fincan limonlu çay içmək balanslı qidalanma və müntəzəm fiziki aktivliklə birləşdirildikdə sulandı limon. Sağlam həyatın açarı ola bilər. Beləliklə, sadə bir vərdiş limonlu çay içmək sağlamlığın qorunmasına və uzun ömür sürməyə kömək edir. Əzizlərim, gündə 2 fincan limonlu çay içməlisiniz. Cavan və sağlam qalmaq üçün. Bunu mən demirəm, mütəxəssislər deyir. Ümumiyyətlə, mən də deyirdim, amma mənim dediklərim inandırıcı deyildi. Amma artıq mütəxəssislər bunu təsdiq edib ki, 2 fincan çay insanı həm cavan saxlayır, həm uzun ömürlü olursan, həm də həzm sisteminə çox kömək edir.